Kızımın evladı olmur, dualar edirəm, amma hələ yoxdur. Sən duan kimə lazımdır? O qədər dua elə ki, sən duanı qazanmalısan. Sən qəlblər sevindirməlisən. Sən imanını ləkəsizləşdirməlisən. Harda səhv edibsən ki, bu vəhşəti yaşayırsan, müsibəti yaşayırsan. Uşağının, qızının istəyirsən evladı olsun, bunu qəm dəryasına batırsan. Bu sənin öz səhvlərindən doğur. Bizim başımıza gələn müsibət, Quran aydın deyir, öz əməllərimizlə qazandığımızın əvəzidir. Ya qınaqdır, ya qızının balaca vaxtı olanda, şuluq olan, yüzdən deyir 2 yaşı var uşaq, kürdür, neyniyək, hamını döyür. İndi dillərini, əsəni, bu Azərbaycan millətinin dilində əsəni zəlil etmə, əsəni bimar etmə, əsəni bay olma, əsəni filan olma. Uşaq vaxtı belə deyirsən, böyüyəndə də bay olmur. Sənin bədduan qəbul olunur. Bəlkə də bədduandan doğulub bu uşağın dünyaya uşaq gətirə bilməməsi. Özümdə axtarsan, məsləhətinə şükür. Acı həqiqəti deyirəm, qınaqla, tənəklə qalxmıram.